eşq bəsləyir. Dedilər, ya Rəsulallah, o Həbib ibn Məzahirdir. Həzrət Peyğəmbər kövrəldi, dedi, ilahi, bu cavan ki, mənim Hüseynimə belə məhəbbət bəsləyir, eşq bəsləyir, ilahi, Hüseyni Həbibdən, Həbibi də Hüseynindən ayrı salma. Belə dua eləyir və Peyğəmbərin duası qəbul olur. Kərbəla hadisəsində Həbib ibn Məzahir özünü gətirir, çatdırır İmam Hüseyn əleyhissalama. Küfənin qapıları bağlı idi. Çay yolu ilə gəlir, İmam Hüseyn əleyhissalama özünü çatdırır, deyir, sən hardasansa mən də oradayam. Gör, Peyğəmbərin duasına bax ki, Allah ona izzət verdi, Həbibə izzət verdi və İmam Hüseyn əleyhissalamın mübarək qəbrinin kənarında onun da zərihi var. Kərbəla şəhidlərinin zərihi bir yerdədir, amma o Kərbəla şəhidlərinin